Əgər mən əzanda Əşhədü ənə Əliyyən vəliyullah sözünü əzanın bir hissəsi olaraq qəbul edərək, yəni bidət edərək, dində olmayan şeyi dinə daxil edərək edirəmsə və nəticədə əzanın batıl olursa, namazın batıl olmur. Əzan iqamə namazın bir hissəsi deyil, müstəhəbdir. Bir nəfər əzan və iqamə oxumadan namaz qılsa, namazına xələl gəlməz. Sadəcə əzan və iqamənin savabından məhrum olar. Bir nəfər bunu demirsə, heç bir günaha düşmüş olmur. Sadəcə dində olmayan şeyi dinə daxil etdiyi üçün Allaha cavab verəcək. Yəni namazdan kənar bir günaha düşmüş olur. Namaz batıl olur. Qaldı bu məsələyə, əzan məsələsində Əşhədü ənə Əliyyən vəliyullah sözünün artırılması söhbətində. Bizim fəqihlərimiz buyururlar ki, əzan iki cümlədən ibarətdir. Əşhədü ən la ilahə illallah, əşhədü ənə Muhammədən Rasulullah sallallahu aleyhi və aleyhi. Üçüncü hissə yoxdur. Əşhədü ənə Əliyyən vəliyullah aleyhissalam ifadəsini əzanın hissəsi olmadan demək tövsiyə olunub. Peyğəmbər sizə nə verirsə, onu götürün. Nəyi də qadağan edirsə, ondan çəkinin. Allahdan qorxun. Həqiqətən Allah şiddətli cəza verəndir.